Salam, axşamınız xeyir olsun, dəyərli dostlarım, dəyərli millətim. Hər birinizin gecənin bu vaxtı salamlayıram. Bilirəm, hər biriniz möhtəşəm bir oyun izlədiniz. Möhtəşəm bir qarşılaşma oldu. Bəli, il yarımından əvvələ belə bir möhtəşəm qarşılaşma izləmişdik rəqib meydanında. Püşkatmada Braqa Qarabağdan düşəndə Qarabağ üstdən aşağı baxmışdı. Mən bu video ilə demişdim ki, Qarabağ hər bir rəqibə hörmət edir, amma hörmətsizliyi bağışlamır. Ay deyirdi, Braqa Qarabağa 5'in vuracaq, 6'sını vuracaq. Elə bu Çempionlar Liqasının ilk mərhələsində də Benfica Qarabağa düşəndə bəzi futboldan başa çıxmayanlar deyir Qarabağı şumlayacaq, 7'sini birə vuracaq. Braqa deyil. Sözüm buradan o futboldan başa çıxmayanlara da ki, yəni bilin ki, Qarabağ istənilən bir rəqiblə oynamaq gücünə malikdir. Yəni bu oyunu elə rəqib meydanında göstərdi. İlk əvvəl qələbə münasibəti ilə bütün Qarabağ futbolçularını başda Qurbanov olmaqla Qarabağ futbolçularını, rəhbər heyətini təbrik edirəm. Azərbaycan xalqını təbrik edirəm. Bütün Qarabağ azarkeşlərini təbrik edirəm. Sözüm buradan Portuqallılara. Quanto the Portuguese, quanto the history of a country, ega şahismal you did not live the mistake from the Iran to Avropa. Mənası odur ki, ay Portuqallılar, gedin 5 əsr bundan qabaq tarixinizi vərəqləyin. Bilin ki, bizdə Səfəvi dövlətinin qurucusu Şah İsmayılı İran körfəzindən Avropaya qoymadı çıxmağa. Özü üçün artilleriya mütəxəssislər gətirməyə. Və 5 əsr sonra Şah İsmayılın kötəkçələri meydanda çıxdı. Necə ki, il yarım əvvəldən sizin meydana çıxmışdıq. İl yarım sonra da elə ikinci dəfədə çıxdıq ki, yəni budur. Yəni Azərbaycanın klubu buna layiqdir. Bəli, həqiqətən buna layiqik biz. Qarabağ bu oyunu ilə bütün Avropaya göstərdi ki, istənilən Real Madridlə, Barcelona'la, yəni Avropada hegemon klublarla oynamaq gücünə malikdir. Necə ki, bugün Benfica ilə, Portuqaliyanın ən köklü klubu, bir əsrdən yaşı çox olan klub, 2 dəfə Çempionlar Liqasının qalib olan klubla Qarabağ ilə onun meydanında ona əsl futbol dərsi keçdi. 2-0 geridən olmasına baxmayaraq, geri dönüş edərək Avropanı şoka saldı. Təbriklər Qarabağ futbolcularına, təbriklər Qurbanov, təbriklər Azərbaycan. Xalqımıza böyük qələbələr yaraşır. İnşallah Çempionlar Liqasının kubokunu Azərbaycanda görmək arzusuyla. Bir daha qələbələrimiz ardıcıl olsun. Təbriklər bir daha millətim, əziz gözəl xalqım. Qələbəniz mübarək.